Tersin, ne var ne yok. Siz bakın burada. Şimdi yapacaksınız. Bak orada. Yahut hangi metin bilirsin? 40 ama 12 saate kadar var. 12 saat. Səhər gəlinin də var. Səhər saldığını lazım. Bütün vermesi var. Otağa bak. Götürürsün otağa. Otağa baxın təmin olar. Bak kendine bir şahit olur. Şəraitinə baxın. Bak, üçüncü məntəbəyə qoysunlar. Bunlar baxın. Sonra tamamını verəsin, dağçanlar. Necə? Liftdən bax, üçüncü məntəbəyə. O da səni göstərəcək orada. Otağa götürəsi olsan, otağın pulunu zara verərsin, o da açsın otağı. Şey, soruşun bir fikir. Veya polis satıyor. Yok da çok rahat olur. Böyle şeyler olur. Üçe qalxırıq. Üçe qalxaq. Tamam da işim var. Nətər? Akşam olsun. Buradır? Evet, tamam. Yorğandır. Yorğan? Tasdinadır. Hayır, yorğan ben. Benim ağzımda vereyim de veriyor. Belə hamam şurası var burada. Ha, sen oldu. Siz kavga edin. Necə? Gel kavga da bak. Bir də o bir otağa da baxaq. Biraz biraz. Qiymətlərdir bunlar. Ha, 40 mantıklı da. 40 mantıklı. Tamam. Aha, şu şurası orada yok. Valla şimdi her şey soruşurlar. Bir kârda çıkmak sonra. Böyle polis var. Ben kesin 3 yaşında olan bir tutmuşum ne var? Polis var. Adını dinleyelim. Ben adını götürdüm. Ha? Roma'da ha. Ya orada polis kapının ağzında duruyor. Necə? Polis kapının ağzında duruyor. Niye uğraşıyorsun? Niye uğraşıyorsun? Bu gözü öyle bir şey daha oldu orada. Ona göre polis test edeceğim. Hocam. Biz bile sənət satara bilmişdik. Hayır, nasıl? Əvvəlki göstərici yox, məsələn necə? Anlatma, rahat strateji. Sen tezlemesi bir şey desin. Eşim fədəf dolaşmıyor. Eşim hiç kimə qapı döyən olmayacaq. Olur mu iki məsləhət şəkil yəni, olar? Gözlə. Anladım. Yani kanun katamıyor aslında. Koşu korkan bugün polis. Yok. Hayır ola kanun özüne soruşabilirsin yani. Öyle mənim işimə Ya kanun mevzusunu yapamıyor aslında. Yox, nəsə deyil. İstemesek gelmez diye mi bura? Yəni bizə görsən gəlirlər ki, qız özü problem yadır, düz istəyirlər, hamı bağışlayırsan. Yəni o yoxsa bizdə heç bir problem yoxdur. Nə polisə, nə ofisi, nə ofisi, heç kim. Yəni rahat istirahat verir. 40 manat. Uyğun içeri. 40 manat. Bura 40 manat. Səhərə qədər. 13 saat. Heç gündüzlər də olur yoxsa? Gündüzlər nə vaxt gəldinsə 13 saat. Saat məsəl üçün böyle. Mütləq 12 saat olmalı, 2 saat olmalı. Məsələn, 1 saatlık gəlmədən olur ya. Yox, 1 saat otursan 40 manatda, yarım saatda, 2 saat yarımda, 3 saatda. Yəni girdinsə çek aslında, 3 saat 40 manat yazdı qədər. Aydın. Bunu bir dəqiqə baxayım, fikir şəkli var. Buyur qardaş, yaxdayam. Bir dəqiqə qərar verin, ya. Buyurun. Böyle bak. Aha, şöyle bakayım.
Teşekkürler.